Bakıda 24 yaşlı hamilə qadın dünyasına dəyişib. Hadisə Sabunçu tibb mərkəzində baş verib. Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib. Məlumata görə abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib. Qeyd olunub ki, bu Lalə Quliyevanın ikinci hamiləliyi olub. Lənkəran rayonunda sürücü sükan arxasında dünyasını dəyişib. Hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib. Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehmanoğlu Nuriyev idarə etdiyi VAZ 2107 markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.